Biz necə hərəkət edirik? Düşünürəm ki, bu sual hər birimizi maraqlandırır. Buna səbəb bizim bədənimizin dayaq hərəkət aparatından təşkil olunmasıdır. Dayaq hərəkət aparatına bəs nə aiddir? Buna aiddir sümüklər, onların birləşmələri və əzələlər. Ümumilikdə biz dayaq hərəkət aparatını iki hissəyə ayıra bilərik. Aktiv hissə, buna aiddir əzələlər və passiv hissə, buna aiddir sümüklər. Bəli, deməli, ümumiyyətlə bizdə sümüklər dayaq funksiyasını yerinə yetirir. Bizim üçün həyati əhəmiyyətli olan orqanları qoruduğu üçün müdafiə funksiyasını, kalsium və fosfor mübadiləsində, ümumiyyətlə mineral maddələrin mübadiləsində iştirak edir. Eyni zamanda qanun formalı elementlərinin yaranmasında sümük iliyi iştirak edir. Biz, belə deyək də, sümük toxumasından burada danışa bilərik. Bizim skeletimizi təşkil edən sümüklər birləşdirici toxumanın bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxuması özü də çıxıntılara malik olan sümük hüceyrələrindən, yəni osteositlərdən təşkil olunmuşdur. Və bu da toxumanın 1/3 hissəsini təşkil edir. Qalan toxumanın 1/2 hissəsini təşkil edir hüceyrəarası maddə. Biz burada danışa bilərik daha doğrusu sümüyün kimyəvi tərkibindən. Sümüyün kimyəvi tərkibinə daxildir qeyri-üzvü və üzvü maddələr. Qeyri-üzvü maddələr sümüyə, deməli, sərtlik, üzvü maddələr isə elastiklik verir. Və biz yaşa görə qrafikləri qura bilərik. Məsələn, yaş artdıqca tutaq ki, bu üzvü maddədir. Üzvü maddədən asılığı çəkir. Üzvü maddənin miqdarı sümüklərdə azalır. Buna görə də yaşlı insanlarda sümüklərdə sınıqlar belə deyək də daha çox olur, gec sağalır. Sonra və yəni elastiklik azaldığı üçün. Qeyri-üzvü maddələr isə yaş getdikcə artır. Bu da deməli onlara, yəni sümüyə nə verir? Sümüyə elastiklik, daha doğrusu üzr istəyirəm, sümüyə deməli qeyri-üzvü maddələr sərtlik verir. Məsələn, biz bunu müəyyən təcrübələrlə də müşahidə edə bilərik. Əgər biz sümüyü yandırsaq, onun tərkibində olan üzvü maddələr tamamilə yanacaq və onun tərkibində olan qeyri-üzvü maddələrin hesabına biz sümüyə toxunduqda o müəyyən müxtəlif kiçik hissələrə belə deyək də parçalanacaq. Amma biz 80% xlorid turşusuna salsaq sümüyü, bir gün saxlasaq və bir gündən sonra sümüyü götürəndə biz onu asanlıqla əyə bilirik. Buna da səbəb nədir? O elastikdir. Çünki onun tərkibində olan qeyri-üzvü maddələr həll olur xlorid turşusunda. Və üzvü maddələrin hesabına sümük əyilir. Bu da sübut edir ki, qeyri-üzvü maddələr sümüyə nə verir? Elastiklik verir. Deməli belə.